Hər vaxtınız xeyir dəyərli izləyicilər, kanalımda xoş gördük. Bugün tam ölçülü paytaxt salatı hazırlamışam. Hazırlama qaydasını sizlərlə bölüşmək istədim. Əvvəlcə toyuğun sinə ətini qoyuram qaynasın. Burada bir dənə böyük toyuqdur. İki tərəfli deməli bir sinə ətidir toyuğun. Daha sonra 5 ədəd yumurta, 2 ədəd də yer kökü. Yer kökünün əvvəlcədən qabığını soyub qaynadıram ki, doğrayanda sonra qaynayandan sonra doğrayanda daha rahat olsun. Adətən qabıqlı qaynadanda sonra onu doğrayanda onun qabığını soymaq biraz çətin olur, adam çətinlik çəkir. Ona görə qabığını soyuram, sonra qaynadıram. Ayaq tərəfini, uc tərəfini də kəsirəm ki, təmiz, rahat. Bunları da qoyuram, qaynayır. Toyuğun sinəsi qaynayanda suyuna duz da əlavə edirəm ki, çox tamam şit olmasın. Burada 3 ədəd də kartof soymuşam. Kartof orta boylu kartofdur. Çox xırda deyil, çox da böyük deyil. Kartofu da qaynatmamış mən doğrayıram. Əvvəllər paytaxt salatı eləyəndə biz kartofu qaynadırdıq. Sonra doğrayırdıq da. Onda biraz çətin olur, bıçağa yapışır, biraz əziyyətli olur da. İndi ən rahatı budur ki, elə bil kartofu qaynatmamış, doğrayıb sonra qaynatmaq. O daha rahatdır. Həm səliqəli, təmiz, səliqəli alınır ona görə. Belə bir alətimiz var bizim salat doğramaq üçün. Bunun deməli orta setkası var, çox böyük yox, yəni kvadrat doğramaq üçün. Kartofu elə bu alətdə doğrayıram. Gördüyünüz kimi mən adətən kartof pulu da hazırlayanda bu alətlə doğrayıram. Kartofları eyni boyda olur hamısı, qəşəng kvadrat. Tam doğradıktan sonra bunları da qoyuram qaynamağa. Burada da yenə kartofu qaynamağa qoyanda suyuna biraz duz atıram və çox qaynatmıram. Yəni çox qaynatmıram, o demək deyil, tam bişmir. Bişir. Sadəcə biraz kartof çox qaynadanda əzilir. Yəni mən bunu salatın içində qarışdıranda əzilə bilər. Ona görə elə bişən kimi diqqət eləyirəm də. Yəni bişən kimi süzürəm, suda da saxlamıram. Suda qalanda da isti suda. Elə kartof bişəndən sonra biraz elə bir qalır, lap yumşalır, açılır, dağılır. Odur ki, bişən kimi süzürəm. Deməli, mən burada tam ölçü demişdim. Bir banka qaraxun, yaşıl noxudun reseptidir bu salat. Yəni bu qədər. 2 ədəd təzə xiyarı da eyni kartof formasında, yəni eyni alətin gözündə, xırda gözündə doğrayıram. Burada da xiyarlara diqqət edin ki, çox qalın xiyar, eyni xiyar olmasın. İçərisinin tumuna görə ki, su verməsin. 4 ədəd də balaca duzlu xiyar. Duzlu xiyar da burada çox xırdadır. Demək olar barmaq boyda. Bunları da yuyuram əvvəl bu xiyarı, duzlu xiyarı. Sonra doğrayıb salfetkanın arasında saxlayıram ki, tam suyu geçsin. Salat su salmasın. Sinə əti qaynadı, bişdi. Burada həm bu formada belə samanvarıda didmək olur, həm də doğramaq olur. Əslində paytaxt salatı həmişə əti didiblər, mal əti ilə hazırlayıblar. İndi sonradan toyuq əti daha rahat olduğu üçün çox adam toyuq əti ilə elədi. Mən burada sinə ətini diddim, amma doğramaq da olar. Qaba əlavə elədim. Daha sonra yumurtanın sarısını gördüyünüz kimi vilka ilə belə çəngəllə əzirəm. Əlavə edirəm doğramış sinənin üzərindən. Ağını isə həmən alətdə doğrayıram. O alətdə doğramaq mənim üçün daha rahatdır da. Yəni bıçaqla doğramıram, tez olur. Yer kökü də qaynadı. Onları da həmən alətdən keçirdim. Hamısını eyni boyda demək olar. Bütün doğranmış ərzaqların hamısı eyni boyda doğranıldı. Daha sonra qaroxu da süzdüm. Üzərindən əlavə elədim ərzaqların. Göyərtilərdən də keşnişlə şüyüd qatdım. Düzdür, şüyüd qatırlar çox vaxt, amma mən buna biraz keşniş də əlavə elədim. Xüsusi keşniş bu salata dad verir, gözəl dadı olur. Burada da mayonezdən istifadə elədim. Mayonez də ki, öz hazırladığım mayonezdir. Zövqə görə duz istiyor. Mayonezin hazırlama qaydası iki formada kanalımda paylaşılıb. Həm yumurta ilə, həm südlə hazırlanmış mayonez. Odur ki, mən marketlərdən mayonez almıram, öz hazırladığım mayonezdən istifadə edirəm həmişə salatlarda. Salatımız hazır oldu. Tam ölçü ilə desək 2 belə qab, 3 banka da bizim salatımız hazır oldu. İnşallah ki, bəyəndiniz. İzlədiyiniz üçün təşəkkürlər.